Salam, 2018-ci il qəbul 2 test izahına baxaq. Sol tərəfdə sualı görürük, sağ tərəfdə izahını verəcəm. Demək, çəndə olan suyun 12'də 5 hissəsi sərf olunduqdan sonra daha 49 litr su qaldığı məlum oldu. Demək, 12'də 5 hissəsi sərf olunubsa, deməli biz 12'də 12'dən 12'də 5'i çıxarıq, qalar 12'də 7. Yəni suyun qalan hissə 12'də 7 imiş. Daha 49 litr su qaldığı məlumdursa, yəni 12'də 7 hissəsi 49 olan ədədi bizdən soruşur. Bundan ötürü də 49'u bölürük 7'yə, vururuq 12'yə. Cavab 84 litr. Doğru cavabımız E variantıdır. Növbəti sualda bərabər yanı trapesiyanın sahəsi 240'dır. Deməli, bura yazırıq S bərabərdir 240. Orta xəttin uzunluğu 40'dır. Yəni L bərabərdir 40. Yan tərəfin uzunluğu 10'dur. Tutaq ki, yan tərəf S olsun. S bərabərdir 10. Böyük oturacağını soruşur bizdən. Bərabər yanı trapesiyadır. Biz bilirik ki, trapesiyanın sahə düsturu orta xət vurulsun hündürlüyü şəklindədir. Onda biz buradan hündürlüyü tapsaq 240'ı bölməliyik 40'a. Bu da olur 6. Deməli, yan tərəflər 10, 10'dur. 2 hündürlüyü çəkirik buradan. Bərabər yanı trapesiyanın 2 hündürlüyünü çəkirik. Hündürlüyü tapmışıq ki 6. Və Pifagor teoremi ilə bərabər yanlı trapesiya olduğu üçün sağdakı və soldakı üçbucaqlar bərabər üçbucaqlardır. Ona Pifagor teoremi ilə biz yaza bilərik ki, 10'un kvadratı çıxılsın 6'nın kvadratı. Buradan alınır 8. Yəni bu gördüyümüz kiçik parçaların uzunluğu 8'dir. Üst oturacağa A desək, aşağı hissəsi də burada A yaranacaq. Və trapesiyanın orta xətt düsturu L bərabər A plus B bölü 2 olduğu üçün üst oturacaq A'dır, alt oturacağı isə A plus 16'dır. Bölünsün 2 bərabərdir. Orta xətti bizə 40 verib. Onda buradan alınır ki 2A bərabər 2 40'a vursaq 80, 80'dən 16 çıxanda 64. A alınar 32. Bizdən trapesiyanın böyük oturacağının uzunluğunu soruşur. 32 üstə gəl 8, üstə gəl 8. Yəni 48 olacaq doğru cavabımız. Növbəti 3-cü sualda həcmi 50'yə bərabər olan düz prizmanın oturacağı trapesiyadır. Biz trapesiyanı çəkək. Təxminən çəkirəm burada və bu şəkildədir. Demək, həmin o trapesiyamızdır bizim. Belə çəkək. Təxmini çəkdik, bax budur. Oturacağı trapesiyadır. Həcmi 50'dir. V bərabərdir 50. Paralel yan üzlərin sahələri 10 və 15'dir. Paralel yan üz bir arxada gördüyümüzlə adlandırmıram hərflərlə. Arxada gördüyümüz bu düzbucaqlının sahəsini bizə verib 10. Yəni bu trapesiyanın üst oturacağı A, alt oturacağını da B götürsək, yəni kiçik oturacağı A, böyük oturacağı B götürsək və hündürlüyünə də H desək, onda arxada qalan o sahə A vurulsun H şəklində olacaq 10'dur. O biri paralel yan üz bizə tərəf qalan bax bu gördüyümüz düzbucaqlının sahəsini bizə verib 15. Bu da olur B vurulsun H bərabərdir 15'e. Yan üzlər arasında həmin o paralel yan üzlər arasındakı məsafəni bizdən soruşur. Bu paralel yan üzlər arasındakı məsafə diqqətlə baxsaq, yuxarıdan buna baxsaq, elə trapesiyanın öz hündürlüyüdür. Trapesiyanın öz hündürlüyüdür. Bax bizdən bu X-i soruşur, yəni trapesiyanın hündürlüyü. Həcm düsturu S oturacaq vurulsun H-dır bizdə. Oturacaq trapesiya olduğu üçün trapesiyanın sahəsi oturacaqlar cəminin yarısı vurulsun hündürlüydür. Vurulsun əsas hündürlük bərabərdir. Burada diqqətlə bu V-yə bərabərdir. Diqqətlə baxsaq A vurulsun H bizdə 10 idi. 10 üstə gəl. B vurulsun H bizdə 15 idi. Üstə gəl 15 bölünsün 2 vurulsun X bərabərdir. Həcmi bizə 50 vermişdi. Buradan 10 üstə 15 25 bölü 2 vurulsun X bərabərdir 50. Burada ixtisar aparsaq 2 qalar, X bərabərdir 4 olar. Yəni paralel yan üzlər arasındakı məsafə deyəndə biz burada trapesiyanın hündürlüyünü tapdıq. Bax budur. Bu trapesiyanın hündürlüyünü bizdən soruşurdu, o da 4 imiş. Yəni yuxarıdan buna baxanda həmin o paralel yan üzlər arasındakı məsafədir. Növbəti deməli 4-cü sualda radiusu 5,5 olan çevrə daxilinə çəkilmiş düzbucaqlı üçbucağın hipotenuzu. Deməli, çevrənin daxilinə çəkilmiş düzbucaqlı üçbucaq çevrənin daxilinə əgər düzbucaqlı üçbucaq çəkilibsə, biz bilirik ki, həmin çevrənin mərkəzi düşür hipotenuzun orta nöqtəsinə. Radius 5,5-dirsə, bizdən hipotenuzu soruşur. Hipotenuz elə çevrənin radiusunun 2 mislidir, o da 11 olacaq. Yəni C variantı. Sonra gəlir 5-ci sual. Növbəti 5-ci sualda
Sferaya toxunan müstəvi üzərində götürülmüş nöqtədən sferaya toxunan müstəvi deyir. Bir sfera çəkək. Buna toxunan müstəvi, biz müstəvini elə bir düz xət kimi nəzərə tutaq. Tutaq ki, budur, həmin o toxunan müstəvi. Bunun üzərində bir nöqtə götürülüb deyir və toxunma nöqtəsinə qədər məsafə 3-dür. Toxunma nöqtəsi bax buradır, bu B nöqtəsidir. Buraya qədər məsafə 3-dür. Çevrənin mərkəzinə qədər məsafə isə 5-dir. Mərkəzə qədər məsafəni çəkirik. Bax, buranı bizə 5 verib. Sferanın sahəsini soruşur. Biz də bilirik, sferanın səthinin sahəsi 4πr kvadrat şəklindədir. Bura çatışmayan radiusdur. Mərkəzlə B nöqtəsini birləşdirsək, bura 90 dərəcə olur. Çünki müstəvi sferaya toxunduğu üçün onun üzərində ilə götürülmüş bu AB düz xətti radiusa perpendikulyar olacaq. Onda biz Pifagor teoremi ilə radiusu tapa bilərik ki, 5-in kvadratı çıxılsın 3-ün kvadratı. Bu da olacaq 4. Onda sahə bərabərdir 4πr kvadrat. 4-ün kvadratı 16, 4-ə vursaq 64π. Yəni C variantı doğru cavab. Sonra demək, 6-cı sual biraz diqqətli olaq burada. 6-cı sual loqaritma ilə bağlı sualdır. Demək, loqaritma 3 əsasdan 12 bölünsün. Mən 36-nı yazıram 6-nın kvadratı, 9-u yazıram 3-ün kvadratı şəklində çıxılsın. Yazılıb orada loqaritma 3 əsasdan 2 bölünsün. Loqaritma 108 əsasdan 3. Loqaritma 108 əsasdan 3 bərabərdir. Biz bilirik ki, burada 2 bölünsün 2 gəlir loqaritmanın qarşısında yazılır. Belə bir iş görürük burada. O da 1 eləyir. Loqaritma 3 əsasdan 12-ni saxlayıram. Məxrəzdəki 6 ilə 3-ün yerini dəyişsək, alınar loqaritma 3 əsasdan 6. Yəni həmin ifadənin tərsi. Çıxılsın loqaritma 3 əsasdan 2 vurulsun. Burada da eyni şey. 108 ilə 3-ün yerini dəyişsək, onda kəsir tərsinə çevrilərə bir növ. Sürətlə məxrəc. Belə deyim, sürət olduğu kimi qalır. Məxrəcin tərsi olur. Vurma olur. Burada nəyə baxacaq biz? 12 görürük burada, 6 görürük, 2 görürük və 108 görürük. Biz burada loqaritma 3 əsasdan 12-ni 3 əsasdan 4 üstə gəl loqaritma 3 əsasdan 3 şəklində yazırıq. 3 əsasdan 6-nı loqaritma 3 əsasdan 3 üstə gəl loqaritma 3 əsasdan 2 şəklində yazırıq. Çıxılsın. Loqaritma 3 əsasdan 2-ni olduğu kimi saxlayıram. 108-i isə loqaritma 3 əsasdan 27 üstə gəl loqaritma 3 əsasdan 4 şəklində saxlayıram. Belə bir dəyişiklik eləyək burada. Burada 4 2-nin kvadratı olduğu üçün 2 gəlir qarşıya, olur 2 dənə loqaritma 3 əsasdan 2. Üstə gəl, loqaritma 3 əsasdan 3 1-dir. Söhbət birinci mötərizədən gedir. Vurulsun. Yenə loqaritma 3 əsasdan 3 1-dir. Üzərinə gəl loqaritma 3 əsasdan 2 çıxılsın. Loqaritma 3 əsasdan 2 qalır. Vurulsun. Mötərizənin içərisində yenə loqaritma 3 əsasdan 2 üstə gəl. Daha doğrusu burada bir dəqiqə. Loqaritma 3 əsasdan 27 bu bizə 3 verir. Burada da həmçinin 4 gəlir qarşıya. 4 2-nin kvadratı olduğu üçün olur 2 loqaritma 3 əsasdan 2 bərabərdir. Biz burada loqaritma 3 əsasdan 2-yə, çünki hər tərəfdə təkrarlandığı üçün buna bir t əvəzləməsi aparıram. Qısa olsun deyə ifadəmiz. Olacaq 2t plus 1 vurulsun 1 plus t çıxılsın t vurulsun 3 plus 2t. İndi bu mötərizəni açmaq lazımdır. Alınacaq 2t üstə gəl 2t kvadrat üstə gəl 1 üstə gəl t çıxılsın 3t çıxılsın 2t'nin kvadratı. 2t kvadratlar islah olur. Deməli 2t ilə 1t'ni toplasaq 3t 3t'lər islah olur. Onda doğru cavab qalır burada 1. Yəni cavabımız D variantı imiş. Sonra 7-ci sual, topulda var bu sual. A kvadrat çıxılsın B kvadratı 1 verib, A üstü 6 çıxılsın 3A kvadrat B kvadrat çıxılsın B üstü 6 bərabərdir çıxılsın 1. Bunu soruşur bizdən. Biz verilən A kvadrat çıxılsın B kvadrat bərabər 1 ifadəsinin hər tərəfini kuba yüksəldək. A minus B'nin kubu yaranır. Bu olur birincinin kubu. Çıxılsın 3 vurulsun birincinin kvadratı vur ikinci. Üstə gəl 3 vurulsun birinci vur ikincinin kvadratı. Üst çıxılsın ikincinin kubu bərabər 1-in də kubu 1-dir. A üstü 6'ın olduğu kimi saxlayıram. Çıxılsın bu iki ifadədən ortaq vuruq. 3A kvadrat B kvadratın mötərizə xaricində çıxarsın. Alınar. Demək A kvadrat üstə gəl B kvadrat. A kvadrat yox çıxılsın A kvadrat çıxılsın B kvadrat çıxılsın B üstü 6 bərabərdir 1. Burada bizdə mötərizənin içərisi hazır qiymətin
1 olduğu məlumdur. Alınır ki, a üstə 6 çıxılsın 3a kvadrat b kvadrat. Bu 1 olduğu üçün elə özü də olduğu kimi qalır. Çıxılsın b üstə 6 bərabər 1. Diqqətlə baxsaq, elə bizdən bunu soruşurdu. Daha doğrusu o soruşurdu. A üstü 6 çıxılsın 3a kvadrat, b kvadrat çıxılsın b üstü 6 1'dir. Axırda da 1 minus 1 var deyə 1'dən 1 çıxanda 0 alınır. Doğru cavabımız. Sonra demək keçirik bu tərəfə. 8-ci sualda baxaq. 8-ci sual kompleks ədədin moduludur. Deməli, kompleks ədədin modulunu biz bilirik ki, deməli, mənfi kök altı 3 minus i. Kompleks ədədin modulunu tapmaq üçün onun həqiqi hissəsinin kvadratı ilə xəyali hissəsinin kvadratını toplayırıq. Burada həqiqi hissə bizdə mənfi kök altı 3'dür. Xəyali hissə də mənfi 1'dir. Bu da olacaq kök altda 4, yəni doğru cavabımız 2. Sonra sinifdəki 25 şagirdin 14'ü ana dilindən başqa ingilis dilini, 25 dənə cəmi şagird var. Bunun 14 dənəsi ingilis dilini, 9'u isə fransız dilini bilir. Onlardan 5'i hər iki xarici dili bilir. Deməli, Venn diaqramını çəksək biz, bu ingilis dili, bu fransız dili, 5 nəfər hər ikisini bilir. İngilis dili 14 olduğu üçün yalnız ingilis dilini bilən 9 nəfər olacaq, 14'dən 5 çıxdıq. Yalnız fransız dilini bilən 9'dan 5 çıxdıq, 4 oldu. Deyir ki, təsadüfən seçilmiş bir şagirdin ehtimal bərabərdir. Heç bir xarici dil bilməməsi ehtimalı. Demək, diqqətlə baxsaq, bütün şagirdlərin sayı, yəni bu dilləri bilən, xarici dilləri bilən şagirdlərin sayı 9 üstə gəl 5 üstə gəl 4. Yəni 18 qədərdir. Amma ümumi 25 şagird olduğu üçün 25'dən 18'i çıxırıq. 7 nəfər heç bir dili bilmir. Onda doğru cavabımız ümumi 25 şagirdin içindən 7 nəfəri heç bir dili bilməyəcək. Bu da 0,70'i 25'e bölsək 3 demək 2 25'in 50 orada qalır. Bir dəqiqə 0,100'də demək 28 şəklində olacaq cavabımız belə. %28. Sonra növbəti gəlir kvadrat tənliklərə aid sual. 10-cu sual. 10-cu sual. X kvadrat üstə gəl 3x. X kvadrat üstə gəl 3x minus 1 bərabərdir 0. Və şərtdə verib ki, köklər üçün x1 kiçikdir x2 şərti. Sonra modulda x1 bölünsün x2 çıxılsın, modulda x2 bölünsün x1. Burada biz nəyə fikir verməliyik? Viet teoreminə müraciət edəcəyik burada. Biz görürük ki, burada köklər cəmi mənfi 3'ə bərabərdir. Köklər hasili isə sərbəst ədədə mənfi 1'ə bərabərdir. 2 ədədin cəmi mənfi hasili, ümumiyyətlə 2 ədədin hasili mənfidirsə, deməli həmin ədədlərdən biri müsbət, biri mənfidir. Şərtə baxsaq, x1 x2'dən kiçik olduğu üçün deməli x1 mənfidir, x2 müsbətdir. x1 mənfidirsə, onda moduldan çıxanda mənfi x1 şəklində çıxacaq. x2 müsbətdirsə, moduldan özü kimi çıxacaq. Onda burada ortaq məxrəc mənfini mötərizə xaricinə çıxarsa alınar x1 x2 surətdə x1 kvadrat üstə gəl x2'nin kvadratı bərabərdir, mənfi qalır. Kəsrin məxrəcini olduğu kimi saxlayırıq. Surətində x1 plus x2'nin, yəni a plus b'nin kvadratı çıxılsın 2ab düsturunu tətbiq edirik. Artıq burada Viet teoremini görürük. Köklər cəmi bizdə mənfi 3 olduğu üçün mənfi 3'ün kvadratı çıxılsın 2 vurulsun. Köklər hasili mənfi 1'dir. Bölünsün yenə də mənfi 1. Deməli 9 üstə 2 11 yuxarıda bölünsün 1 cavab 11 olacaq. Doğru cavabımız 11. Sonra limitlə bağlı olan bir sualdır. Limitlə bağlı olan bir sual. Limit n yaxınlaşır sonsuzluğa. Verilən kəsri birbaşa orta məxrəcə gətirsək alınar 6n plus 7 çıxılsın 9n kvadrat minus 3 bölünsün 3n kvadrat plus 1. Biraz sadələşdirmə işi yaparsaq limit n yaxınlaşır sonsuzluğa. Mənfi 9n kvadrat plus 6n plus 4 bölünsün 3n kvadrat plus 1. Bizim də hazır qaydamız var ki, əgər kəsrin surət və məxrəcinin dərəcəsi eynidirsə, cavab bunların elə baş hədlərin əmsallar nisbətidir. Doğru cavabımız mənfi 3 olacaq. Sonra 12-ci suala baxaq. 12-ci sualda şəkil çəkək burada, şəkil çəkirik burada. Demək, buradan perpendikulyar
bu şəkildə endirilib bura. ABC bucağın 68 dərəcə verib, bura 68 dərəcə, BAC 82-dir. Amma AD-nin təmbölən olduğunu dediyi üçün bura 41 yaza bilərik. 41 dərəcə, 41 dərəcə. Perpendikularlığı görürük. YDC bucağın, bax bu X bucağın bizdən soruşur. X bucağını soruşur. Düz bucaqlı 3 bucaq olduğu üçün bu içəridəki 3 bucaq, onda 90-dan biz 41 çıxıb, 90 dərəcədən 41 dərəcədən çıxıb, 49 dərəcə bu bucağı tapmış olarıq. 49 dərəcə. Sonra ümumi 3 bucağın daxili bucaqlar cəmi 180 olduğu üçün bura C bucağı yazıram. 180-dən mən çıxaram 68 və 82 dərəcəni. 180-dən çıxırsam bu da olacaq 150 dərəcə, olacaq 30 dərəcə. Deməli biz C bucağının dərəcə ölçüsünün 30 dərəcə tapdıq. Sağ tərəfdə kiçik gördüyümüz 3 bucaqda 2 daxili bucağın cəmi, onun xaricində qalan bir xarici bucağı bizə verəcək. Yəni X olacaq 19 dərəcə. Həmin bu D, Y, C 3 bucağındakı X və 30 dərəcənin cəmi onlara qonşu olmayan xarici bucağı, yəni 49 dərəcəni verəcək. Onda doğru cavabımız 19 alınır. Sonra 13-cü sual. 1 tam onda 1 dövrdə 1 tam onda 1 dövrdə 1 ədədi 5 tam onda 5 bir dəqiqə bunun altına yazaq. 5 tam onda 5 dövrdə 5 ədədinin neçə faizdir? 5 tam onda 5 dövrdə 5 vurulsun 100%. Əslində bu bəlkə də sadələşdirmədən də tapmaq olar. Bunu belə eləyək. Bu 1 tam 90-da 10 deməkdir. 11 çıxılsın 1 yəni. Bu da 5 tam 90-da 55-dən 5 çıxanda 50 olur. Vurulsun 100% bərabərdir. Bu olur 90-da 100 bölünsün 90-da 500 vurulsun 100%. Bunları ixtisar aparsaq alınacaq 5'də 1 vurulsun 100%, o da oldu 20%. Elə buradan hazır onun 5 olduğu görünürdü. 5'də 1 olduğu görünürdü. Doğru cavab 20%. Sonra keçirik 14-cü sualımıza. 14-cü sual trigonometrik tənliklərə aid sualdır. Burada sinus x-a, sol tərəfdə sual görünür deyə birbaşa burada izahını verirəm. Sinus x-a bir t əvəzləməsi aparsaq, alınar t kvadrat plus t minus 2 bərabərdir 0. Bu kvadrat tənliyidir artıq. Bu kvadrat tənliyin bir kökü mənfi 2-dir. O biri kökü isə müsbət 1-dir. Onda əvəz etməyə qayıtsaq, sinus x bərabər mənfi 2, bir dəfə də sinus x bərabərdir 1 tənliyini alarıq. Birinci tənliyin həlli yoxdur, çünki sinusun qiymətlər çoxluğu mənfi 1 parçasıdır. Sinus x bərabər 1 tənliyin isə xüsusi hal olduğunu bilirik. Pi bölü 2 plus 2 pi k-da olurdu. Yəni B variantı. Sonra isə keçdik vektorlarla bağlı olan 15-ci sual. Vektorun uzunluğunu soruşur bizdən. Demək, A vektorun verib 3, mənfi 2, 5. B vektorun verib 3, 1 və 4. A minus B vektoru dediyi üçün A çıxılsın B vektoru. Biz bilirik ki, bu komponentlərlə birinci yazırıq. 3-dən 3 çıxanda 0, mənfi 2-dən 1 çıxanda mənfi 3, 5-dən də 4 çıxanda 1 alınır. Bu vektorun uzunluğu nədir? Kök altda bunların kvadratlar cəmi. Vektorun uzunluğunu bu şəkildə biz tapırıq müsbət 1. 9 üstə 1 10 olur. Doğru cavabımız kök altda 10, yəni B variantı. Bu da belə növbəti 16-cı sual. 16-cı sual. Kəsirin surətin ortaq məxrəcə gətirsək, kəsirin surətində 1 çıxılsındır. Onda olacaq 2 çıxılsın kök altda 5 bölünsün 2 bölünsün 2 üstə gəl kök altda 5 bölünsün 2. Birinci bu kəsiri sadələşdirək. Bu kəsiri bölsək 2'lər ixtisar gedir. Alınır 2 minus kökdə 5 bölünsün 2 plus kökdə 5. Və bunu da irrasionaldan azad etsək, kəsirin surət və məxrəcini 2 minus kökdə 5'ə vursaq, olar 2 minus kökdə 5'in kvadratı bölünsün 2 plus kökdə 5, 2 minus kökdə 5. Surətdə nə alınır? Birincinin kvadratı 4, üstə gəl ikincinin kvadratı, çıxılsın hasillərinin 2 misli, məxrəcdə isə 4 minus 5 alınır. 9 minus 4 kökdə 5 edir. Mənfi 1'ə böləndə yazıram 9 kökdə 5 minus, daha doğrusu 4 kökdə 5 çıxılsın 9. Bu qalsın bizim yadımızda birinci kəsirin qiymətidir. Mötərizənin içərisində də
A plus B-nin kvadratı görürük. Olacaq birincinin kvadratı, üstə gəl ikincinin kvadratı, üstə gəl hasillərinin 2 misli, yəni 2 ilə 5 vurulsun 2 ilə 1 kök altda və 2-yə vururuq. 2 ilə 5 üstə 2 ilə 1 bizə 3 verir. Üstə gəl 2 kökdə 5 alınır. Yəni burada, yox, bir dəqiqə. Səhv elədik burada. Demək olur 2 vurulsun 4-dən kök 2 çıxır 5 1-in kök altda 5 qalır yerində. Bu da olur 3 plus kök altda 5. Yəni birinci tapdığımız ifadə ilə ikinci ifadəni toplayırıq. Olur 4 kökdə 5 çıxılsın 9. Üstə gəl 3 plus kökdə 5. Doğru cavabımız 5 kökdə 5 çıxılsın 6. 5 kökdə 5 çıxılsın 6. Yəni Y variantında. Sonra 17-ci sual kvadrat 2 dərəcəli bərabərsizliklərlə bağlı olan bir sualdır. X kvadrat üstə gəl mx minus 1 bölünsün 2x kvadrat minus 2x plus 3 kiçikdir 1 yazıb orada. Mən 1 atıram bərabərsizliyin soluna alınır kiçikdir 0. Ortaq məxrəcə gətirsək x kvadrat üstə gəl mx minus 1 minus 2x kvadrat plus 2x minus 3 bölünsün 2x kvadrat minus 2x plus 3 kiçikdir 0. Biraz da sadələşdirmə işi yaparsaq, mənfi x kvadrat alınır. X-i mötərizə xaricinə çıxarsaq, qalar m plus 2. Mənfi 1-dən 3 çıxanda mənfi 4. Bölünsün 2x kvadrat minus 2x plus 3 kiçikdir 0. Bu kəsirin məxrəcinə diqqətlə baxsaq, onun A-sı müsbətdir, diskriminantı isə mənfi eləyir. Yəni, bu kəsirin məxrəci həmişə müsbətdir. Onda gərək bunun surəti mənfi eləsin ki, ümumi kəsirin qiyməti 0-dan kiçik olsun. Kəsirin surətini mənfi götürürəm, ancaq mənfiyə vururam işarələrini dəyişirəm. X kvadrat minus x vurulsun m plus 2 plus 4 böyükdür 0. Yəni, hər tərəfi mənfiyə vurdum, qarşıda mənfi olduğu üçün. Yenə də kvadrat üçədli görürük. Kvadrat üçədlinin müsbət olması üçün şərtlər edik ki, bütün x-lar üçün. Bütün x-lar üçün müsbət olması üçün onun a-sı müsbət, diskriminantı mənfi olmalıdır. Diskriminant bərabərdir b kvadrat mənfi m plus 2-nin kvadratı çıxılsın 4ac kiçikdir 0. Alınır m plus 2-nin kvadratı kiçikdir 16. Kvadratı 16-dan kiçik olan ədəd mənfi 4 ilə 4 arasındakı ədədlərdir. Bu bərabərsinin hər tərəfdən 2 çıxsaq, mənfi 6 kiçikdir m kiçikdir 2 alınacaq. M-in hansı ən kiçik tam qiymətində soruşduğu üçün buradakı ən kiçik tam qiymət mənfi 5. Növbəti 18-ci sualda deməli, hazır qaydaya əsaslana bilərik burada. Tangens, arctangens 31, üstə gəl sinus, arc, sinus neçədir orada görün 0,2 olmalıdır. 0,2 üstə gəl deməli, kotangens, arc, kotangens 29 bərabərdir. Tangens, arctangens x elə x-ə bərabərdir. Sinus, arcsinus x, əgər həmin o x 0 ilə mənfi 1 ilə 1 arasında yerləşirsə, elə cavabımız o x-in özünə bərabərdir. Üstə gəl, kotangens, arckotangens x da elə x-a bərabərdir. Burada 31 üstə 29 olur 60, 60 üstə 0,2 olur 60,2 Y variantı. Növbəti 19-cu sualda tənliklər sistemində verib ki, 2x kvadrat çıxılsın 3xy üstə gəl y kvadrat bərabərdir 21, 2x minus y bərabərdir 7. Fərqli üsulla yaza bilərik. Misal üçün, bir ikinci tənlikdə y-i tapıb, aparıb yuxarıdakı tənlikdə yerinə yazmaqla həll edə bilərik. Belə bir şey eləyə bilərik ki, birinci verilən tənliyi, yəni birinci verilən ifadəni vuruqlara ayırmaqla. Yəni belə, 2x minus y vurulsun x minus y şəklində yaza bilərik. Bizdə 2x minus y 7 olduğu üçün 21-i 7-yə bölərik, onda x minus y 3 olacaq. Yəni 2x minus y bərabərdir 7, x minus y bərabərdir 3 alınır. Tərəf-tərəfə çıxsaq bunları, alınar x bərabərdir 4, yerinə yazsaq y də bərabərdir 1 olar. Bizdən x, y hasilini soruşduğu üçün doğru cavabımız 4, 1-in 4 yaza bilərik. Sonra 20-ci sualda rəngli hissənin sahəsini soruşur. Bu inteqralla həll olunacaq. Deməli, sahə bərabərdir. Biz görürük ki, bu inteqralın sərhədləri, bu rəngli hissənin sərhədləri 0-dan başlayıb 1-də bitir və x üstü 4-ün qrafikidir bu. X üstü 4-ün inteqralı x üstü 5 bölünsün 5 şəklindədir. Sərhədlər 0-dan 1-ə. Bir dəfə böyük qiyməti yerinə yazırdıq. Çıxılsın bir dəfə də kiçik qiyməti. Doğru cavabımız 5-də 1. 5-də 1 olacaq doğru cavabımız.
Növbəti sualda 21-ci sual. Birinci sual ifadənin mənası var deyir və yaxud da təyin oblasını bir növ bizdən soruşur. Kök altda 4x plus 6 üstəgəl kök altda 11 minus 2x. 2 dənə kök altı ifadə görürük. Birinci kəsrin surətindədir bir növ. Ona görə burada kök altı ifadə böyük bərabər 0 olacaq kökün içərisi. İkinci kök altı ifadə də böyük bərabər 0 olmalıdır. Amma məxrəcdə olduğu üçün sadəcə 0-dan böyük götürərik. Birinci bərabərsizliyin həlli -1,5-dən müsbət sonsuzluğa. İkinci bərabərsizliyi həll etsəz və yaxud həll etsək, x kiçikdir 5,5 alınacaq. Yəni doğru cavabımız -1,5-dən 5,5-ə qədər. Doğru cavab A variantı. Sonra 22-ci sualda tərəfi 10 kökdə 3 olan bərabər tərəfli MNP 3 bucağının müstəvidən uzunluğu bərabər tərəfli MNP 3 bucağının müstəvidən uzunluğu 2 kökdə 11 olan MY perpendikulyarı qaldırılıb. Gəlin belə çəkək. Deməli bu həmin o MNP bərabər tərəfli 3 bucağıdır. MY perpendikulyarı qaldırılıb buradan bu şəkildə MY perpendikulyarı uzunluğu 2 kökdə 11-dir. Deyir ki, Y nöqtəsindən, yəni bax buradan üçbucağın medianlarının kəsişmə nöqtəsinə qədər məsafə. Tutaq ki, medianların kəsişmə nöqtəsi buradadır. Bax, buraya qədər məsafəni bizdən soruşur bu x-i. Məlumdur ki, biz bura bir O desək, M və O nöqtələrini birləşdirməliyik ki, burada düzbucaqlı üçbucaq yaransın. Yəni, burada perpendikulyar olduğu üçün 90 dərəcə yaranacaq orada. Medianların kəsişmə nöqtəsindən söhbət gedir. Burada biz əvvəla bərabər tərəfli üçbucağın median düsturunu bilməliyik ki, A kök altda 3 bölünsün 2 şəklində tapılır. Bizdə də tərəf 10 kök altda 3 olduğu üçün vururam kök altda 3-ə, bölürəm 2-yə. A bərabər tərəfli üçbucağın tərəfidir. Bu da olur 15. Deməli biz tapırıq ki, medianın ümumi uzunluğu 15-dir. Sadəcə medianın xassəsi belədir. Kəsişmə nöqtəsində 2/1 nisbətində ayrılır. Yəni MO bunu axıra qədər uzatsaq, tutaq ki, bunun axırına da bir K desək, MO-nun OK-ya nisbəti 2/1-dir. 2/1-dir. Ümumilikdə 3 nisbət olduğu üçün 15-i bölərik 3-ə, olar 5, 2-yə vursaq bunun əvvəlini taparıq. Yəni MO parçasının uzunluğu 10 cm olacaq. Bax, bu parçanı biz tapırıq 10. 3-ə bölüb, ümumi median uzunluğunu 3-ə bölüb 2-yə vururuq. 2/1 nisbəti dediyi üçün. Sonra Pifagor teoremi ilə x bərabərdir. Fəzada gördüyümüz bu düzbucaqlı üçbucaqsın. Kök altında 2 kökdə 11-in kvadratı üstə gəl 10-un kvadratı. Nə alınır burada? 2 kökdə 11-in kvadratı 144 eləyir. Üzərinə də 100 gəlsə 144 olar və bundan da 12 çıxar. Kök. Doğru cavabımız 12. Növbəti. Diagonalları qarşılıqlı perpendikulyar olan düzbucaqlı trapesiyanın oturacaqları 27 və 3-dür. Bu həlli tələb olunmur deyə hazır qaydasını deyə bilərik. Əgər düzbucaqlı trapesiyanın diagonalları qarşılıqlı perpendikulyardırsa, onun hündürlüyü üçün belə bir düsturumuz var. H kvadrat bərabərdir AB. Bir də deyirəm, bu yazı tipli deyil deyə hazır düsturdan istifadə edə bilərik. H kvadrat bərabərdir 27 vur 3 oturacaqların hasili. H da bərabər 9 çıxır. 27-nin 3-ə vuranda 81, kök çıxsa 9 olar. Növbəti 24-cü sual 5də 1 üzərində mənfi loqaritma kvadrat x çıxılsın loqaritma 10 əsasdan x bərabərdir 5 üstü mənfi loqaritma x minus 3 şəklindədir sualımız. Bir dəqiqləşdirək. Buradan əsas PDF-dən. Bəli, bu şəkildədir. Demək, burada nə edirik biz? Burada bir dənə birincidə verilən loqaritmanın qarşısında mənfi yoxdur. Burada mənfi yoxdur. Biz 5də 1 sol tərəfdə görürük, 5 sağ tərəfdə görürük. 5də 1-i 5 üstün mənfi 1 kimi yazsaq, onda olacaq mənfi LC kvadrat x çıxıl üstə gəl LC x. Bərabərdir 5 üstün mənfi LC x minus 3. Əsaslar eyni olduğu üçün qüvvətlərin bərabərləşdiririk və bu başdan biz loqaritma x-ə bir t əvəzləməsi aparaq. Onda alınar mənfi t kvadrat plus t bərabərdir mənfi t minus 3. Hər birin sola keçirib işarələri dəyişsək, alınar, yəni mənfiyə vuraq. Çünki qarşıda mənfi olduğu üçün hamısını yığıram sol tərəfə, sonra mənfiyə vururam. T kvadrat çıxılsın 2t,
mənfi 3 sağa keçəndə müsbət 3 olur. Mənfi vuranda işarə dəyişəcək sonra. Bunun bir kökü bizdə olacaq 3, o biri kökü isə mənfi 1. Cavab bunlar deyil. Köklər hasilini birdən tapanda 3 vur mənfi 1 fikirləşərik. Xeyr. Əvəz etmə var idi burada. Bir dəfə nə edirik? Loqaritma x-a 3 deyirik. Bunun əsası 10 olduğu üçün olur x bərabər 10 üstü 3. Bir dəfə də loqaritma x-a mənfi 1 deyirik. Bu da olur 10 üstü mənfi 1. 10 üstü 3 və 10 üstü mənfi 1 köklərdir. Yəni 1000 vurulsun 10'da 1. Doğru cavabımız 100. Köklər hasilini soruşur bizdən. Sonra 25-ci sual. 25-ci sual uyğunluq sualdır burada. Əvvəllər uyğunluq var idi. İkinci qruplarda. Fx bərabərdir loqaritma x kvadrat plus 3x. Burada təyin oblastını biz bura tapa bilərik bu funksiyanın. Təyin oblastı loqaritmanın içərisi gərək 0-dan böyük olsun. Yəni x-i mötərizə xaricinə çıxarsaq alınan x plus 3 böyüdür 0. İntervalla bunu həll etsək mənfi 3 0. 0-dan böyük bir qiymət versək müsbət alınar. Mənfi müsbət işarələr növbələşəcək. Müsbət hissəni soruşduğu üçün deməli bunun təyin oblastı, yəni D-i. Mənfi sonsuzluqdan mənfi 3-ə birləşmə 0-dan müsbət sonsuzluğa qədərdir. Yəni birinci sualımıza B variantı uyğun gəldi. Birinci sualımıza B variantı uyğun gəldi. Başqa variant uyğun gəlmir. İkinci sualda funksiya verilib bizə modul funksiyadır. 3 plus 4x şəklində. Bunun qrafikini çəkməyə çalışsaq, deməli bunu sıfıra çevirən qiymət mənfi 3 bölünsün 4'dür. Mənfi 4'də 3 yəni. Sadəcə qollar buradan aşağı yönəlir. V şəkildə qrafikdir. Qollar aşağı yönəlir. Qarşıda mənfi olduğu üçün. Bu funksiyada görürük ki, biz mənfi sonsuzluqdan mənfi 4'də 3'ə qədər artma baş verib. Mənfi 4'də 3'dən müsbət sonsuzluğa isə azalma baş verib. Yəni buna D variantı uyğun gəlir 2'yə. Və əlavə olaraq bu funksiyanın böhran nöqtəsi də var. Bax, bu böhran nöqtəsi deyilə. Mənfi 4'də 3 bunun böhran nöqtəsi olacaq. Həm də A variantı uyğun gəlir. Və sonuncu funksiyamız orada y bərabər 7 üstü x, fx bərabərdir 7 üstü x funksiyasıdır. Bu funksiya üstü funksiyadır. Biz bilirik ki, əsası vahiddən böyük olduğu üçün bunun qrafiki bu şəkildədir və artan funksiyadır. Buna da, yəni 3'ə də C variantı uyğun gəldi. 1'ə B, 2'ə D, A, 3'ə C. Bu şəkildə.